Hamıya salam dostlar, kanalıma xoş gəldiniz. Bu günləri biz sizinlə bərabər AG of History 3-də Türkiyə serimizə davam eləyəcəyik. Ancaq bu dəfə başqa bir seri eləyəcəyik. Məsələn, əvvəl Suriyaya hücum elədik Türkiyə ilə. İndi Suriya yox, İraka hücum eləyəcəyik. İraq məsələn təhlükəli ölkədir nə barədən? Oyunda məsələn üçün biraz gün keçən kimi, il keçən kimi, məsələn bir il keçən kimi daha müttəfiq olurlar. İranla İraq müttəfiq olurlar. Və ondan sonra da sizin axırınız olur. Sizin axırınız olan nə olur? İraq sizi ilə ilişki düşürür. Yəni oyunun qaydasına görə sizi ilə ilişki düşürür. Yəni ilişki düşürür, bax. Hələ indi yox. Hələ indi İrandan hələ ilişki gelişdirmir. Ancaq biyazdana gelişdirəcək. O şübhəsiz biyazdana gelişdirəcək. İnşallah vaxt çatar. Aha bax, baba. Oyuna girən kimi ilişki gelişdirdi. Lan oğlum, İraq var ha. Sən yürüyəsən, mən tapmışam. Aha, qəşəng. Görüş. Haydi. Oyun bu arada aşırı dərəcədə çətindir. Super. Da İranla müttəfiq ola bilməz. Baxın. Oy Allaha şükür. Müttəfiqi yox imiş. Ancaq bu əslinə qalsa bu belə olmur. Oyuna girər-girməz İranla müttəfiqlik bağlayırlar. Ulan oğlum var ya, bitirdim lan sizi, bitirdim. Day siz yoxsuz həyatda. Mənim planlarım heç vaxtı başarısız olmaz. Bunu bir dəfə daha göstərdik. Yəni bir dəfə daha deyəndə, yəni birinci ağıllı bir məntiqimdir bu. Ondan sonra yavaşdan İrana da dalacağıq. Yəni İran savaşını da göstərəcəm sizə. Mənim amacım zaten oyunun amacı oyunu bitirə bilməkdir. Ancaq mən oyunu bitirə bilməyəcəyimə görə, yəni fərqli güclü ölkələrlə savaş elan eləyəcəm. Yəni İranla İraq müttəfiq olacaqlar idi deyənə, mən o müttəfiqliyə icazə vermədim. Yəni son anda Muslera kimi elə bir topu qapmaq kimi nəyisə elədim. Elə bir topu qapdım. Son anda qol pozisyonunu çıxartdım. Elə bir şey elədim. Allahın cezalarına baxın. Ha, super. Hə dostlar, indi təhlükəli Türkiyəyə görə təhlükəli ölkələrdən birisi alındı. İraq.
Allah'a şükür aldıq. Ne oldu lan? Ne oldu lan? Hə dostlar, bu bizim üçün balaca addım, ancaq insanlıq üçün isə böyük bir addım oldu. Hə. İndi biz dayı qorxmadan Suriyaya hücumlar planı eləyə bilərik. Qorxmadan, çəkinmədən. Zaten ilişkilərimiz də eksiyə düşüb. Azərbaycan da bunun rəqibidir. Görə bu neçə nəfər? Az imiş ki ordusu. Süper. Gözləyin.